Salam aleyküm herkese inşallah. Bütün Azərbaycanı, Azərbaycan vətənimizdə olan Azərbaycanlıların hər birini, vətəndaşlarımızı Dubaydan, İmardan, yəni bu ölkənin, bu Birləşmiş Ərəb Əmirlikliyinin ən böyük şirkətlərindən biri, demək olar ki, dövlətin yəni şirkətidir. Buradan sizə biz yəni yeni salınan şəhərlərdən çox gözəl, çox sərfəli, yəni gördüyünüz kimi surət qatarına qədər hər bir şeyi, bax bu da yeni tikiləcək. Təxminən 1300 metr olacaq hündürlüyü, 1380 yoxsa. Gördüyünüz kimi, yəni burada hər cür, hər şəraitdə, hər mövzuda evlər var. Baxın, bunların hərəsi bir dənə şəhərci idi. Gördüyünüz kimi villalardır, evlərdir, binalardır. Çox hündür, mərtəbəli və keyfiyyətli tikilir burada hər bir bina. Keyfiyyətli materiallarla Burç Xəlifənin, indi hamı onu da əzbər tanıyır. Burç Xəlifənin elə fundamenti bizim dildə desək, təxminən 50 metr fundamentidir onun dərinliyi. Yəni bax burada hamısı belə tikilir. Bütün binalar çox dərin fundamentlə, özəylə yəni tikilir. Kimə də lazımdırsa inşallah biz sizin hər birinizin xidmətindəyik. Hər bir şəhərcik var. Bax bunlar hamısı Dubaydadır, yəni Dubayın özündədir. Bax hal-hazırda da villalardır, villalar şəhərciyidir, görürsüz. Görürsüz. Dubai Hill Estate. Gördüyünüz kimi bax. Bunların bu maketləridir. Bax, demək olar ki, ağ şəhərcidir də, yəni ağ villalardır hamısı. Bura həm golf var, həm hər şey var burada. Ya hər bir şərait var. Və binaların görüntüsü təxminən belə olur. Yəni biz sizə tam etibarlı şəkildə, yəni bura hər adamlar gəlib bunlarla işləyə bilmir, nə də hər adama bunlar icazə vermirlər ki, onlarla işləyə bilsinlər. Baxın. Bura Dubaydır. Gördüyünüz kimi, bax Dubayın mərkəzidir, yəni Burç Xəlifədir, Dubay Malldır. Yəni bax, bu hal-hazırda Dubay yanı budur. Bildiniz? İndi isə ətrafıdır. Bu biri çəkdiklərim isə hamısı ətrafıdır. Bax, bu da həmçinin burada Cıdır meydanıdır və s. bu cür yerlər də var. Gördüyünüz kimi, burada yenə də villalardır, hamısı bunlar. Ağ şəhərcidir, villalarda gördüyünüz kimi villalar evlərdən biraz baha çıxır. Burada da şərtləri indi sizə deyirəm. Bu video biraz geniş olacaq, amma sonra daha ətraflı hər biri haqqında ayrı-ayrılıqda videolarımız olacaq. Bax bu adadır, görürsüz, bax. Bu palmanın yanındakı, məşhur palmanın yanındakı göstərəcəyim o da sizə. Bu adadır, elə bu çəkilir. Buranı göstərim, keçib xəritədə göstərəcəm sizə. Burada da həminki kimi bu binalar ən bahalı yerlərdən biridir bura. Görürsüz də, yəni day şəraiti, qayıqları və s. hamısını görürsüz. Həmin bu yer. Bax görürsüz. Palmanın yanında olan bax bu yer, bax bu yer. Görürsüz, bax həmin bax budur. Gördünüz. Yəni dörd tərəfi dənizdir. Gördüyünüz kimi. Bu da həmin o bayaqki villaların görüntüləridir. Bax, deməli, Burç Xəlifədir. Gördüyünüz kimi. Bax, burada maketləri olanın biri indi göstərərəm hamısını təzədən bir-bir. Və məsələn buradadır. Görürsünüz, bax bu yerlər, bax Dubai Hill Estate bayaq göstərdim. Görürsünüz, bax buradadır məsələn. Bax hamısı Dubayın özündədir bunlar. Yəni heç biri qırağda deyil. Dubayın özündədir. Yəni Sarja deyil, Ajman deyil, nə bilim, Satça deyil. Yəni hamısı gördüyünüz kimi bax aeroportun yanındadır. Nə bilim, hamısı düz bax Dubayın özündədir. İndi keçək
digərlərini göstərək daha ətraflı bir də. Bax, bu da həmin binalardan biridir, hansı ki, hal-hazırda demək olar ki, hazır olur, bitir az qalıb. Və sizin üçün bunların hər birini təşkil edə bilərik. Baxın, Azərbaycanda da belə deyim də sizə, təxminən bunların qiyməti belə deyim 1 milyondan başlayır, 1 milyon dirhəmdən başlayır. 1 milyon dirhəm də ki, təxminən bizim bölün 2-yə də, bölün 2-yə 1 milyon dirhəmi, 1 milyon yarım, 1 milyon cürbəcür, yəni bunlar qiymətədir. Onu da bölürsünüz 2-yə. Burada da şərtlər nədir? Şərt ilkin ödəniş, məsələn bu bina, bu şəhərci, bu bina, baxın gedək sizə göstərim daha ətraflı. Hazır olacaq 2029-da, amma hindidəndən satılır. Yəni birazdan burada ala bilməyəcəksiniz, yer olmayacaq. O ki, kimlərin keyfi plana gedir. Mən təklif edirəm, hətta bunu bina tikənlərə, bina tikən şirkətlərə təklif edirəm, hər birinə. Və məsələn, bu yerdə 2029-da hazır olacaq bu. 10% ilkin ödənişdir. 10% ilkin ödəniş etdikdən sonra bina alanda, bir onu deyim əvvəlcə, ev alanda burada yaşayış icazəsi verilir 10 illik. Yəni 10 il qala bilirsiniz. Onu da dəyişmək təxminən 1000 manat xərcləyirsiniz. Yəni 10 ildən sonra o yeniləyirlər, yenə də 10 illik, yenə də 10 illik. Bu adam başına aiddir ya. Deməli, belə böyük bir pul görsənməsin. Yəni burada o pul böyük pul zat deyil, ən balaca pullardan biridir. Deməli 10% ödədiniz ilkin ödəniş. Ondan sonra 2 aydan sonra bir dənə də 10% ödəyirsiniz. 4% də o 10%-dən əlavə 4% vergi ödəyirsiniz. Vergi puludur. 14% ilkin ödədiniz, 4% sayılmır. Əlavə yenə də 10% ödəyirsiniz 2 aydan sonra. Sonra 2 aydan sonra yenə də həminki məbləğdən 10% ödəyirsiniz. 30% oldu. 30% olduqdan sonra bir də 6 aydan sonra yenə də 10% ödəyirsiniz. 6 aydan sonra. Sonra yenə bir dənə də 6 ay keçir, 10% ödəyirsiniz. Belə-belə 2029-un avqustu məsəl üçün bura hazır olacaq. 2029-un avqustuna qədər ödədiniz, qaldı yerdə 20% məsələn axırda. O 20%i gətirirsiniz, axırıncı ödənişinizi eləyirsiniz. Eləyəndən sonra o ilkin ödənişi verəndə artıq sənədinizi alırsınız. Açarlarını götürürsünüz evin və xeyirli olsun. Yəni olursunuz, yəni burada sizin bir dənə eviniz olur və mən sizə bir dənə söz deyim, o pulu ki qoydunuz bura, məsələn tutaq ki 100 min dollara buradan ev aldınız. 100 min dollara buradan ev aldınız. Ev hazır olan günü olur 200 min dollar buranın qiyməti. 500 minə aldınız məsəl üçün, 600 minə aldınız məsəl üçün, olur 1 milyon. Başa düşdünüz nə demək istəyirəm? Yəni burada avtomatikdir hər şey və o saatdır. Yəni burada fikirləşməyə, çox vaxt itirmək, nə bilim mən sizə deyərəm, bu şeylər yoxdur. Alırsansa nə vaxtımı alma. Yəni burada bax bu söhbət. Bildiniz, yəni mən sizə daha ətraflı deyirəm. İndi bilənlər bilir, burada vaxt qızıldır. Hər gündə çox böyük rasxoddur. Yəni bura, yəni ucuz yer deyil, belə deyək. Yəni sizə söz, bax mən sizə təklif edirəm 055 395 9509 WhatsApp nömrəmizdir. Azərbaycanlıyıq, vətəndaşam. Gəlmişəm burada yeni həyat qurmağa inşallah və hamını da dəvət edirəm ki, burada ev alsın, pul qazansın. Satsın, getsin təzədən ölkəsində 2 qat iş görsün, 3 qat iş görsün. Yəni vətənə, xeyir vətənə qalacaq yenə də. Burada alsa da hətta satacaq, yenə də xeyir vətənə qalacaq. Yəni bacardıqca yəni burada işləmək mümkündür də. Həm bu vətənə xeyir verərik, həm öz vətənimizə xeyir verərik. Çalışaq ki, işləyək inşallah. Allah hamıya kömək olsun. Mən sizin xidmətinizdəyəm. Bacardığım qədər də xidmət göstərəcəyəm. Allah köməyiniz olsun.